Salam əziz və dəyərli izləyicilərim. Bugün sizə elə bir peçenye resipi deyəcəm ki, 15 dəqiqəyə hazır olur. Şəkər xəstələri ürək açıqlığından yeyə bilərlər. Niyə yeyə bilərlər onu deyəcəm. Tərkibində gluten yoxdur və yəni undan istifadə olunmuyub. Dietada olanlar belə can rahatlığı ilə yeyə bilərsiniz. Kalorisizdir. Bilirsiniz ki, Məryəm xanım nə eləyirsə sizə deməmiş heç bir şeyi, ürəyim partlayar, özüm nə isə eləyim sizə deməyim. Mən çoxdan da istifadə edirəm, bişirirəm, amma bugün istədim sizlərlə də bölüşəm. Çox gözəl, çox dadlı, çox xeyirlidir. Mənim əzizlərim, bildiyiniz noxuddan hazırlanır. Tərkibində deməli 3 ingredient var tərkibində. Noxud, yumurta və tvarog, yəni süzmə, amma quru süzmə. Quru süzmə olur ya, o sululardan yox, quru süzmə əlavə edəcəksiniz. İndi sizə deyəcəm necə edəcəksiniz və nəyə görə şəkər xəstələrinə də olar bunu yemək. Çünki tərkibindəki lif və protein sayəsində şəkərin qana sovrulmasının xeyli ləngidir və tərkibində zülallarla zəngin olduğu üçün qaraciyəri dəstəkləyir, çox xeyirlidir və belə deyim, mədə bağırsağınızı qaydasına salacaq. Çünki noxud çox xeyirlidir, un deyil, bir şey ki gluten yoxdur. Gluten soruşsanız ki nədir Məryəm xanım? Un, makaron, belə onların tərkibində kley olur, özünə məxsus. Bax, ona gluten deyilir. Elə bilin ki, yapışqanda, əməlli başlı yapışqandır gluten. Bilməyənlər üçün, yəni mən hər loru dildə izah elədiyim üçün məni sevirsiniz, mənim dəyərli izləyicilərim. O qədər dadlı, ləzzətlidir ki, bişirdiyinizdən 15 dəqiqədə hazır olur. Bişirdiyinizdən hamı evdə yeyəcək. Demək, noxudu bişirirsiniz, bildiyiniz sarı noxud. Deməli, qarox, rus dilində də qarox deyirlər. Onu yaxşı-yaxşı bişirirsiniz, düz eşitdiniz, qarox, bəli. Yaxşı-yaxşı, tam yumuşaq bişirirsiniz. Bişirəndən sonra blendera əlavə edirsiniz. Həqiqətən 10 dəqiqə gedir vaxt, amma çox ləzzətlidir, çox da xeyirlidir. Deməli, onu blenderdan keçirirsiniz, əzirsiniz, yaxşı yumuşaq bir kıvama gəlir və içinə əlavə edirsiniz, dediyim kimi quru süzmə, yəni sulu olmasın. Süzmə əlavə edirsiniz, bir dənə yumurta əlavə edirsiniz. Yadımdan çıxdı. Bir də sulu yağ əlavə edilməlidir. Mən zeytun yağından istifadə eləmirəm. Sizlər eləyirsinizsə, yəni ziyanı yoxdur. Prosto mən tamını sevmirəm. Ona görə mən avokado yağı yarım stəkan əlavə edirəm. Siz yarım stəkan zeytun yağı və yaxud hansısa sulu yağı istifadə eləyirsinizsə, çalışın, düzdür, ziyanlı yağlardan uzaq olun. Yəni ala bilsəniz avokado yağı eləyərsiniz. Eləməsəniz zeytun yağı da belə şeydə ziyansızdır. Amma qızartmalarda ziyan eləyir. Yeməkləri qızartmayın. Yarım stəkanda zeytun yağı yenə də qarışdırırsınız. Heç nə, listə yağlı kağızı əlavə edirsiniz. Qazı əvvəlcədən duxovkanı qızdırırsınız 180 dərəcədə. Qızğın duxovkaya listə yağlı kağızı qoyub, üstünə ya krem qabına töküb oradan belə uzun-uzun da eləyə bilərsiniz. Mənim kimi adi yumru əlinizi yağlayırsınız ki, yapışmasın əlinizə. Çünki yapışqan bir kıvam olacaq. Düzürsünüz, qoyduğunuzdan da bir 10 dəqiqəyə də bişir. O qədər, duz, istiot. İstiotun da çox eləsəniz, qırmızı istiotunu arıqlamağınıza da kömək edəcək. Yağları yandırır qırmızı istiot. Biz çox istiotlu istədiyimiz üçün çox istiotlu eləmişik. Duzlu peçenyedir bu. Yəni 15 dəqiqəyə hazırda götürürsünüz, yeməklərinizin yanında da yeyə bilərsiniz, elə belə də yeyə bilərsiniz, uşaqlara da verə bilərsiniz, yəni çox körpələrə mən bilən olmaz. Amma qalan hamıya təsəvvür edin, bir şey ki, hətta şəkər xəstələrinə belə olar, çünki glisemik indeksi çox aşağıdır. Cani gönüldən yeyə bilərsiniz, əzizlərim, yeyib deyəcəksiniz ki, Məryəm xanım, doğrudan da necə ləzzətli bir şey imiş. Hər gün elə insanlar var ki, hər gün eləyir, bizim evdə də tez-tez bişirilir. Yəni sizə də məsləhət bildim, mütləq eləyin və gəlin yazın ki, bilirəm yazacaqsınız ki, Məryəm xanım halal olsun sizə, doğrudan da ziyansız, çox faydalı bir peçenye paylaşdınız bizimlə. Mənim əzizlərim, Məryəm xanımın başqa qızıl qaydalarını bilmək istəyirsinizsə və istəyirsinizsə ki, sağlam həyat tərzi sürəsiniz, bunun üçün canınızı bir mütəxəssisə əmanət etmək istəyirsinizsə ki, misal üçün bir çox diyetoloqlar var ki, 80% deyərdim diyetoloqlar qruplarına qoşulanda hər ay pul verirsiniz. Amma məndə bircə dəfə 20 manat ödənib bir il qrupda qalırsınız və bir çox diyetoloqlar var ki, çoxdan çox diyetoloqlara
Deyəndə ki, qəbz olmuşam, deyir Sena çayını yeməyin üstünə tök, acılı qotu iç, həftədə bir dəfə maqni sulfat duzu iç. Nə bilim, klizma ilə ziyansızdır, amma bunlar dəhşət saçır, mənim qrupumda bunlar qadağandır. Sağlam həyat tərzi ilə, Məryəm xanımın gizlin sirləri ilə aptekaya getmədən bağırsağınız saat kimi işləyəcək. Sizlər də dua edənlərin, milyonlarla dua edənlərin siyasına qoşulacaqsınız. Qazınız, köpünüz, qarın gürültüsünüz varsa qoşulan bir gündən azad olacaqsınız. Amma dediyim kimi bir çox diyetologlardan fərqli olaraq mən sizə qara kömür, pankreatin, allaxol, mezinforti deməyəcəm için. Çünki onları gündə də içəndə sizin orqanizminiz korlanır, mədə-altı vəzniniz artıq sizə ferment vermir. Yəni olmaz və ən əsası mən sizə arıqlama çayı, arıqlama kofesi, arıqlama şokoladı satmayacağım. Çünki bilirəm onlar dəhşət saçır. Siz də istəyirsinizsə böyük qarından azad olmaq və Məryəm xanımın bütün gözəllik sirlərini bilmək istəyirsinizsə, bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Amma bəylər də, xanımlar da bircə dəfə 20 manat ödəyirlər. Bir il qrupunda qalıb bütün bu özəllikləri, gözəllikləri əldə edirlər. Ən əsası odur ki, canlarını bir mütəxəssisə əmanət edirlər. Aptekin yolunu unutdururam hamısına. Onsuz da bütün dünyaya adım yayılıb, şükür olsun Allahıma. İstəyirsinizsə buyura bilərsiniz qrupuma, amma gərək WhatsApp qrupuma, sağlamlıq orduma qoşula bilərsiniz. Amma gərək nömrəmi düzgün yazasınız mənim əzizlərim. Bir də onu xatırladım ki, mənim qrupumda su diyetidir, aclıq da olmaz. Siz də etməyin, heç qrupuma gəlməsəniz belə bu sadaladığım şeylər hamısı dəhşət saçır, sizə ziyan eləyir, immun sisteminizi öldürür və xərçəng xəstəliyinə qədər gətirib çıxarda bilər. Qanınız da aşağı düşür. Amma nömrəmi gərək düzgün yazasınız, siz də bu orduma qoşulmaq istəyirsinizsə. Həyatınızda gözəl dəyişikliklər görmək istəyirsinizsə, heç bir əlavələr eləməyin. İstər kənddən, şəhərdən, xarici ölkədən, Rusiyadan ki, hər bir yerdən var, şükür olsun qrupumda xanımlar və bəylər. Çünki mənim əzizlərim, çünki nömrəni düzgün yazıblar. Siz də düzgün yazsanız, heç bir əlavələr etməsəniz qrupuma qoşula biləcəksiniz. Necə tələffüz edirəmsə, o cürə də yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.